Yol polisinin saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olunub. Reallıq TV-nin əldə etdiyi məlumata görə Bakıda Opel markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılır. Eyni anda 2 qayda pozuntusu edən sürücü barəsində protokol tərtib edilir. Sürücü DP əməkdaşlarını şantaj etmək məqsədi ilə güya onlara pul verməsi ilə bağlı saxta video görüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınır. Şantajçı sürücü ifşa edilib. Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən Sərxan Məmmədov əməlini etiraf edib və həbs olunub. Reallıq TV həmin görüntüləri sizə təqdim edir. Gəlin bu 10 manatı verməyə. 244, yıpı 244. Bax, niyə elə qaydaları pozsan? Bir ora 60-dır. Gəlir sənin 81 il sürətlə. Ay patrola düşürsən. 2 qadağan siqnalı, yəni sarı işıqda hərəkət davam elətdirirsən. Nədir səbəb? Sarı işıqda. Hə. Sarı, qırmızı, qardaşım mən. İkisi də hərəkəti qadağan edir. 2 halda keçirməyə icazə verilir. 1. Xeyr. Xeyr. O 2019-un 5 mayında ləğv olunubdur. Ay qaqaş, götür. İstəmirəm, sağ ol. Götür, bir ay ərzində ödəyərsin. Yoxsa görüntünü göstərmək istəyirəm ki sənə. Rahat ol da. Bildimdə çörək verən adamsa başa düşdümü? İstəmirəm o çörək. Get bir ay ərzində ödəyərsən də, mən sənə nə deyirəm? Bildimdə qaqaş, o sənin şəxsi problemindir, mənə nə də pul var? Məsələn, sən, ay qaqaş, pulu gizlət də, özünü də problemə salasan mənə də. Götür pulu. Yola gedirik də. Mən Məmmədov Sərxan Nizamoğlu, Zirə yolunda yol patrul xidməti məni saxlayaraq cərimə yazdı. Mən də onlardan heyfimi çıxmaq üçün 20 manat onlara vermiş kimi video çəkiliş etdim. Onlar məndən pul almadılar. Mən polislərə pul verməmişəm.